Azərbaycan Dilləri Universitetinin İngilis dili müəllimliyinin 3-cü kurs tələbəsiyəm. Həmçinin Azərbaycan Dilləri Universitetinin nəzdində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətində və İngilis və Fransız dilləri fakültəsində koordinatorum. Buna əlavə olaraq isə Mirfəqan bəyin də dediyi kimi King MMC-də təlimçilik kursunda tələbəyəm və biz artıq 2 aylıq təlimçilik kursumuzun artıq 1 ayını tamamlamışıq və mən bu təlimçilik kursuna belə deyə bilərəm ki, həqiqətən də həyatım çox dəyişdi və mənim burada bu auditoriyanın qarşısında olmağımın səbəbi də elə buradan irəli gəlir. Sözü çox uzatmadan istəyirəm ki, təlimimizə başlayaq. Bildiyiniz kimi təlimimizin məqsədi, yəni təlimimizin mövzusu iş və karyera ingilis dilidir. Bu arada təlim boyunca notlar götürməyi unutmayın və kiminsə hər hansı bir sualı olsa chat bölməsinə yazar. Mən də sonda o sualları cavablandıracağam. Deməli, təlimimizin mövzusu iş və karyerada ingilis dilidir. Və bildiyiniz kimi ingilis dili bugün sadəcə bir ünsiyyət vasitəsi kimi deyil, bizim həyatımızın hər anında bizə kömək edir. Hətta dediyim kimi iş və karyera qurmaqda da. Müasir iş dünyasında ümumiyyətlə artıq lokal bazarlar kifayətlənmir. Yəni bu nə deməkdir? Şirkətlər, məsələn, Azərbaycandakı şirkətlər müxtəlif ölkələrdəki şirkətlərlə əlaqələr qurduqları üçün biz gərək bizim ingilis dil səviyyəmiz də peşəkar səviyyədə ola ki, biz həmin başqa şirkətlərin nümayəndələrinə səlis şəkildə ünsiyyət qura bilək. Ona görə də ingilis dili artıq lokal səviyyə, qlobal səviyyə daşıyır. Həmçinin karyerada da bu özünü göstərir. Və belə bir mühitdə ingilis dili bilməyən insan avtomatik olaraq öz imkanlarını məhdudlaşdırır. Amma burada vacib bir məqam da var ki, təkcə ingilis dilini kifayət qədər bilmək karyerada əhəmiyyət daşımır. Əsas olan onu düzgün istifadə etməkdir, peşəkar şəkildə onu öz peşəndən əlaqələndirməkdir. Yəni, sən sadəcə danışmağı yox, özünü təqdim etməyi, müxtəlif layihələr yazmağı, fikrini əsaslandırmağı, yazışma aparmağı, ümumiyyətlə, ən əsası da ki, iş mühitində effektiv ünsiyyət qurmağı bacarmalısan. Bununla əlaqədar olaraq isə bir neçə yol var. Mən onları sizə bir-bir deyim. Birincisi, CV hazırlamaq və cover letter hazırlamaqdır. Yəni, məktub hazırlamaqdır. Birinci mərhələ budur. Yəqin ki, çoxlarınız CV-nin nə olduğunu bilirsiniz, amma mən yenə də izah edeyim. CV insanın peşəkar kimliyinin qısa təqdimatıdır. Yəni, işə götürən sizi ilk dəfə məhz bu sənəd vasitəsilə tanıyır. Ona görə də CV-də yazılan hər bir söz məqsədli olmalıdır. Ən çox edilən səhvlərdən biri də yəni CV-də sadəcə etdiyin işlər yazmaqdır. Sadəcə bunu təqdim etməkdir. Halbuki işə götürən üçün əsas olan bilirsiniz nədir? Sənin nə etdiyin yox, hansı nəticəni əldə etdiyindir və siz CV-də bunları qeyd etməlisiniz. Məsələn, CV-də sadəcə mən bu layihədə işlədim yox, orada göstərə bilərsən ki, məsələn, həmin layihədə konkret olaraq nə etdim və bunun nəticəsi nə oldu? Və bu yanlışma daha təsirli görünməyə səbəb olur. Həmçinin CV-də məlumatlar qısa, konkret olmalıdır, uzun-uzadı olmalı deyil, həmçinin aydın şəkildə verilməlidir. Ümumiyyətlə, uzun cümlələr, lazımsız detallar və bunlarla dolu mətnlər diqqəti yayındırır və əlbəttə ki, peşəkar təsir də bağışlanır. Həmçinin ən əsası qrammatik səhvlər olmamalıdır, qarışıq struktur, qətiyyən bunlar olmamalıdır. Və bir digər önəmli cəhət isə CV-də şəxsi məlumatlar qeyd edilməməlidir. Yəni, məsələn, sən boyun, çəkin, ailə vəziyyətin və fiziki xüsusiyyətlər bunlar qeyd olunmamalıdır. Ümumiyyətlə, bu tip məlumatlar peşəkar dəyər daşımır. Gəldik cover letter, yəni məktub. Bu nədir? Bu CV-nin davamı kimi çıxış edir. Burada, bu hissədə siz şirkətə niyə müraciət etdiyinizi və niyə məhz sizi seçməli olduqlarını izah etməlisiniz. Burada ən vacib məqam fərdiləşmədir. Bu nə deməkdir? Yəni, hər şirkət üçün eyni mətn göndərmək olmaz. Çünki müxtəlif şirkətlərin özünməxsus müxtəlif xüsusiyyətləri olduğu üçün siz hər şirkət üçün fərqli cover letter, yəni fərqli məktublar hazırlamalısınız və elə göndərməlisiniz. Ümumiyyətlə, bunun üçün də şirkətin fəaliyyəti araşdırılmalıdır və cover letter ona görə uyğunlaşmalıdır.
Cover letter və CV hazır olduqdan sonra isə digər mərhələ artıq başlayır. Bu da bir sıra platformalarda təqdim edilməsidir. Yəni cover letter və CV-nin bir sıra platformalarda təqdim edilməsidir. Burada ən çox istifadə edilən platformalardan biri də, həmçinin özüm də istifadə edirəm bu platformalar, LinkedIn-dir. Yəqin ki, bunun adını eşitmisiniz. Bu və bu kimi digər rəqəmsal platformalar ümumiyyətlə karyerada böyük rol oynayır. Profil şəkli, başlıq və about bölməsi haqqında bölməsi, yəni burada əsas rol oynayır. Ümumiyyətlə başlıq hissəsində məsələn mən tələbəyəm yazmaq kifayətlənmir. Çünki işə götürən sənin sadəcə tələbə olduğunu bilməsi, onun əlində artıq heç nə olmur. Məsələn, bilsən ki, sən tələbəsən, məsələn, o bilmir sənin keyfiyyətlərin nələrdir və yaxud sən hansı universitetdə oxuyursan, sertifikatların varmı və s. o bunları bilmədiyi üçün sən ümumiyyətlə o CV-dəki about, yəni haqqında bölməsini doldurmalısan. Maraq sahəsini də göstərə bilərsən ki, məsələn, məni bu sahələr üzrə işə götürə bilərsiniz və s. Həmçinin about bölməsində ümumiyyətlə qısa olmalıdır məlumatlar, təsirli olmalıdır. Belə sən özünü təqdim etməlisən. Və təkcə LinkedIn-də məsələn fikirləşməyin ki, hə, mən LinkedIn-də profil açdım, artıq hamı məni və yaxud da bir sıra şirkətlər məni işə götürəcək. Xeyr. Sənin sadəcə orada, belə deyim də, profil açmağa kifayətlənmir. Sən orada postlar paylaşmalısan, aktiv olmalısan. Sənin izləyicilərin çoxluğu da burada əsasdır. Postlar dediyim kimi postlar paylaşmalısan, yeri gələndə insanların fikirlərinə rəy verməlisən, reaksiya verməlisən və s. Ümumiyyətlə özünü LinkedIn-də görünən etməlisən. Və əgər sən aktiv deyilsənsə, profilin nə qədər yaxşı da olsa, diqqət çəkmir. LinkedIn-dən başqa, soruşsaq, məsələn, başqa nə rəqəmsal platformalar var? Məsələn, Indeed var, Glassdoor var, Upwork və Fiverr kimi platformalar da var ki, onlar da öz yerində müxtəlif sahələr üzrə iş tapmaq üçün effektivdir. Ümumiyyətlə, bu platformalarda hər birinin dediyim kimi fərqli xüsusiyyətləri olduğu üçün həmin platformaları üzrə işləməyə bacarmalısınız. Mən sadəcə sizə LinkedIn üzərində nümunə göstərdim. Digər mərhələmiz isə artıq rəqəmsal platformalarda aktiv olduqdan sonra artıq insanlarla ünsiyyət qurmaq mərhələsi başlayır. Lakin bu face-to-face, yəni belə deyim də online ünsiyyət qurma mərhələsi adlanır bu mərhələ. Çünki biz e-maillə danışırıq və effektiv yazışma bacarıqlarımızı göstərir. Yəni bu mərhələnin digər adı e-mail etikası ola bilər. Bura aid edə bilərəm ki, peşəkar e-mail yazmaq bizə sadəcə düzgün cümlə qurmaq demək deyil. Burada yəni həm də düzgün ton seçməliyik. Həmçinin e-mail CV kimi qısa olmalıdır, konkret olmalıdır, məqsəd yönlü olmalıdır. Uzun və dolaşıq mətnlər CV-də olduğu kimi yora bilər və əsas mesajın həmçinin itirilməsinə də səbəb ola bilər. Həmçinin struktur da aydın olmalıdır. Qrammatik səhvlər yol verilməzdir. Artıq bu mərhələni bitirəndən sonra isə müsahibə prosesi başlayır. Müsahibə prosesi, belə deyim də, ümumiyyətlə burada ən çox diqqət edilməsi gerəkən məqamdır. Ümumiyyətlə bu müsahibə işə qəbul prosesinin ən vacib hissələrindən sayılır. Burada sənin həm biliklərin, həm də özünü necə təqdim etmə bacarığın əsas rol oynayır. Ümumiyyətlə, burada sən, hələ müsahibə başlamamışdan əvvəl, sən öz təcrübəni analiz etməlisən və fikirləşməlisən ki, məsələn, bu suallar mənə verilə bilər və mən bu suallara hazırlıqla getməliyəm. Bunları fikirləşməlisən və bu nöqtədə STAR metodundan istifadə etmək effektiv olduğunu vurğulamaq istəyirəm. STAR metodu da STRR metodudur. Bu bir abreviaturadır. Və 4 sözdən ibarətdir. Situation, task, action və result. İndi mən sizə izah edeyim. Birinci hissə situationdır, yəni vəziyyət. Burada hadisənin baş verdiyi şəraiti qısaca izah edirik. Məsələn, nə vaxt idi, hansı şirkətdə işləyirdim, hansı problemlər var idi və niyə bu vəziyyət yaranmışdı və s. Məsələn, deyə bilərsiniz ki, keçən il mən marketinq şöbəsində işləyirdim və orada sosial media kampaniyamız birdən-birə əhatə dairəsi 60% azaldı. Və bu ümumiyyətlə algoritmi dəyişdi və biz buna heç hazır deyilik. Belə qısa şəkildə deyə bilərsiniz. Burada onlara vəziyyəti başa düşmələri üçün bir situasiya verirsiniz. İkinci hissə STAR-da ikinci task.
T hərfinə task gəlir. Bu vəzifədir. Yəni burada sənin konkret olaraq nə etməli olduğunu deməlisən. Məsələn, problem olanda səndən nə gözlənilirdi, sənə nə tapşırılmışdı, sən nə etməliydin və s. Məsələn, deyə bilərsiniz ki, mənim vəzifəm qısa müddət ərzində kampaniyadakı o belə deyim də 60% artırmaq idi. Və yaxud deyə bilərsiniz ki, həmin ziyanı aradan qaldırmaq idi. Bunlar deyə bilərsiniz. Üçüncü isə gəlir action, yəni stardakı A hərfi ilə action, yəni hərəkət. Burada bu star metodunun ən çox diqqət edilməsi gerəkən məqamıdır. Niyə? Çünki adından da göründüyü kimi action, yəni hərəkət. Artıq sən bu nöqtədə nə etdiyini, hansı addımları atdığını və hansı qərarları verdiyini, həmçinin strategiyanın necə olduğunu izah edirsən. Məsələn, deyirsən ki, əvvəlcə analiz alətlərinə baxdım, məsələn, müxtəlif influencerlarla əlaqələr qurdum, müxtəlif platformalarda işlədim və s. Bunları deyirsən. Amma nəticəni hələ demirsən. Və burada əsas diqqət edilməsi lazım olan məqam bilirsiniz nədir? Məsələn, burada daha çox mən sözlə istifadə eləməlisiniz. Məsələn, mən bunu etdim, mən bu strategiyanı irəli sürdüm. Belə deyim də, çünki siz mən desəz, artıq qarşınızdakı müsahibə götürən sizin o strategiyanı sizin verdiyinizə qənaət gətirəcək. Komandanın verdiyinə yox. Bu önəmlidir. Star metodundan sonuncusu isə, star metodunun yəni sonuncu mərhələsi isə adlanır R hərfi ilə result, yəni nəticə hissəsi. Buradakı cavab mütləq, müsbət və ölçülə bilən nəticə ilə bitməlidir. Mümkünsə rəqəmlərdən istifadə etməliyik, çünki bu daha inandırıcı olur. Məsələn, deyə bilərik ki, nəticədə bir həftə ərzində əhatə dairəsi əvvəlki səviyyəyə çatdı, hətta 25% artdı. Ümumiyyətlə, rəqəmlərdən çox istifadə etməlisiniz müsahibə prosesi zamanı. Məsələn, deyə bilərsiniz ki, həmçinin buna görə də menecerim mənim ən yaxşı problemi həll edən kimi qiymətləndirdi və bundan sonra bu yanaşmadan biz digər kampaniyalarımızda da istifadə etdik. Lakin, əgər nəticə tam istədiyin kimi olmasa belə, nə öyrəndiyini əlavə etməlisən. Məsələn, deyə bilərsiniz ki, hədəfə tam çatmasaq da bu təcrübə mənə onu öyrətdi ki, bu dəyişikliklərə daha tez reaksiya göstərim, həmçinin sonraki kampaniyalarda eyni səhvi təkrarlamayım. Bunlar deyə bilərsiniz. Ümumiyyətlə, müsahibədə ən çox edilən səhvlərdən biri də müsahibəyə hazırlıqsız getməkdir. Çox danışmaq və ümumiyyətlə heç bir fikir bildirməməkdir. Digər bir mərhələ star metodundan, yəni müsahibə prosesindən sonra gələn mərhələ isə iş mühitində müxtəlif bacarıqlardan istifadə edərək çıxış etmək, təqdimat aparmaq bacarıqlardır. Burada əsas məqsəd mürəkkəb fikirləri sadə şəkildə çatdırmaqdır. Çox elmi dildən istifadə etməsək də olar, sadəcə olaraq biz öz fikirlərimizi qarşı tərəfin anlaya biləcəyi şəkildə təqdim etməliyik. Yəni, çox çətin sözlərdən istifadə etmək yerinə aydın və anlaşıllı danışmalıyıq. Auditoriya ilə müntəzəm əlaqə qurmalıyıq. Ümumiyyətlə, burada düzgün bədən dili, səs tonu, hətta geyim belə bu prosesdə vacib rol oynayır. Ümumiyyətlə, iclaslarda həmçinin aktiv iştirak etmək və ən əsası liderlik bacarıqları da karyera inkişafında mühüm yer tutur. Aktiv iştirak edikdə isə söhbət sadəcə belə deyim də, iştirak etməkdən bitmir. Fikir bildirmək, sual vermək, hətta təşəbbüs göstərmək belə, nəyəsə etməyə çalışmaq belə sizin o işin necə həvəsli olduğunuz göstərir auditoriya çərçivəsində. Ümumiyyətlə, öz fikirlərinizi, strategiyalarınızı bildirməkdən heç zaman çəkinməyin. Nəinki iş prosesində, ümumiyyətlə, həyatın bütün situasiyalarında öz fikirlərinizi daim bildirməyə, öz fikirlərinizi, ümumiyyətlə, öz strategiyalarınızı daim qarşı tərəfə və bunları edərkən özünüzə inanın. Liderliyə gələndə isə, artıq mən danışdım, amma biraz artıq məlumat versəm, bu təkcə sizin vəzifənizlə əlaqəli deyil. Yəni, bu sizin davranışınızla bağlıdır. Məsələn, təsəvvür edin ki, siz iş mühitində nəyisə üzərinizə məsuliyyət götürmüsünüz ki, mən bunu edəcəm. Və bu problemin həllində rol oynayırsınız və siz bunu edirsiniz. Məsələn, müxtəlif bir komandaya təcrübə rəhbərlik etməyi kənara qoyulur. Məsələn, komandaya fikir bildirirsiniz ya müxtəlif slayd göstərirsiniz, onlara nəyisə, məsələn, deyirsiniz ki, biz bu strategiyaları istifadə edə bilərik və s. Yəni, bunu edirsinizsə, siz artıq liderliyi nümayiş etdirmiş sayılırsınız.
Digər bir mərhələmizin adı isə sahəyə uyğun terminologiyanı bilməkdir. Yəni terminlərin sıxlığı. Ə, Artıq bilirsiniz ki, məncə termin nədir? Və burada iş terminləri, yəni öz sahənizə uyğun termin seçmək ideologiyası dayanır ümumiyyətlə bu mərhələnin özəyində. Bu bizim digər mərhələmiz adlanır. Burada biz nə edirik? Ümumiyyətlə ingilis dilində bilmək terminləri bilmək demək deyil. Bilirsiniz? Çünki hər sahənin öz terminləri var və bu terminləri bilmədən peşəkar ünsiyyət qurmaq çətin olur. Ona görə də sahəvi biliklər mütləq inkişaf etdirilməlidir. Ümumiyyətlə iş terminologiyasını artırmaq üçün çətin və qarışıq üsullara heç də ehtiyac yoxdur. Məsələn, bu sizə çətin gələ bilər ki, mən necə öyrənəcəm iş terminologiyasını, axı mən heç bir sözü bilmirəm və s. Qəti şəkildə narahat olmağa dəyməz, çünki bunun sadə şəkildə öyrənmə metodları var. Sadəcə əsas odur ki, davamlı yanaşaq biz buna. Ən birinci addım odur ki, insan öz sahəsini dəqiq seçsin. Çünki hər sahənin özünə aid sözləri və özünə aid terminologiyası var. Məsələn, siz desəz ki, mən ümumiyyətlə bütün iş terminologiyasını öyrənmək istəyirəm. Amma siz məsələn tibb sahəsində işləyirsiniz. Sizin marketinq sahəsində olan iş terminlərini öyrənmək sizə heç bir fayda vermirsə, siz yəni bu metoda belə deyim istifadə etməyin. Çünki ümumiyyətlə başda dediyim kimi öz sahənizi dəqiq seçməlisiniz. Məsələn, dediyim kimi marketinq sahəsində işləyən biri ilə tibb sahəsində işləyən birinin istifadə etdiyi terminlər fərqli olur. Ona görə də qarışıq öyrənmək yol deyil. Yalnız öz sahənə aid sözlərə fokuslanmalısan. Sonra da bu sözləri real yerlərdən öyrənməlisən. Real yer deyəndə nə nəzərdə tuturam? Yəni, məsələn, təkcə kitablardan yox, internetdən yox, daha yaxşı üsul olaraq, məsələn, LinkedIn paylaşımlarını oxuya bilərsiniz, müxtəlif iş elanlarının paylaşımlarına baxa bilərsiniz, həmçinin şirkətlərin saytlarını incələyə bilərsiniz və yaxud da internetdə, belə deyim, buna aid milyonlarla saytlar var, onlara da üst tuta bilərsiniz. Və bu mənbələrdə yazılan sözlər real iş həyatında istifadə olunan ifadələr olduğuna görə bunları öyrənmək daha faydalı olur. Amma ən vacib məqam odur ki, öyrəndiyin sözlər istifadə edəsən. Sadəcə, hə, mən bunu öyrəndim, mənim yaddaşımda qalacaq demək deyil. Yəni, hər yeni öyrəndiyin sözü cümlədə işlətmək lazımdır. Məsələn, yeni bir söz öyrəndinsə, onunla cümlə qura bilərsən, bir neçə onun müxtəlif situasiyalarda cümlələrdə işlədə bilərsən və s. Ümumiyyətlə, bu həm yadda qalmanı asanlaşdırır, həm də danışıqda daha rahat istifadə etmək kömək edir. Nəhayət, sonuncusu, beynəlxalq komandalarla işləmə bacarığıdır. Yanınıza gəlirsə, mən əvvəldə də dedim ki, artıq karyera, iş lokal mahiyyət daşımır. Artıq, belə deyim də, qlobal mahiyyət daşıyır. Yəni, Azərbaycandakı şirkətlər artıq başqa ölkələrdəki şirkətlərlə əlaqələr qurduqları üçün biz təkcə ingilis dilimizi, məsələn, Azərbaycanlılarla danışaraq genişləndirə bilmərik. Həmçinin müxtəlif şirkətlərdə işləyən, xarici şirkətlərdə işləyən müxtəlif insanlarla native speaker, yəni keçən təlimdə də bunun haqqında danışmışdım. Öz ana dili ingilis dilində olan insanlarla ünsiyyət quraraq biz öz ingilis dilimizi, xüsusilə iş terminologiyamızı daha da effektiv şəkildə sala bilərik. Ümumiyyətlə, bu müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan insanlarla effektiv ünsiyyət qurmaq, əməkdaşlıq etmək, onlarla ortaq nəticə əldə etmək deməkdir. Belə komandada işləyən şəxs isə öz fikrini daha açıq ifadə etmiş olur, həmçinin başqalarını dinləməyi öyrənir, düzgün başa düşməyi bacarır. Həmçinin bacarıqlarını inkişaf etdirmək üçün ünsiyyət üzərində işləmək, fikirləri sadə və anlaşılan şəkildə ifadə etmək, ən əsası isə aktiv dinləməni öyrənmək vacibdir. Çünki sən qarşısındakı insanı dinləyə bilmirsənsə və sənin həmçinin speaking qabiliyyətin, ingilis dilində speaking qabiliyyətin o qədər də belə peşəkar deyilsə, sən qarşındakı insanın danışdıqlarını başa düşməyəsən və sən öz fikirlərini ona çatdıra bilməyəsən. Bunlar hamısı bir-birinə qarşılıqlıdır. Həmçinin burada ən əsas şeylərdən biri də mədəni fərqlilikləri anlamaqdır. Fərqli iş tərzlərinə uyğunlaşmaqdır və etibarlı
Məsuliyyətli olmaq da ümumiyyətlə burada uğurun əsas şərtlərindən birini təmsil edir. Bunun üçün isə biz nə edə bilərik? Müxtəlif xarici insanlarla işləyə bilərik, onlayn iştirak edə bilərik, ən əsası elə budur. Və beynəlxalq platformalarda aktiv olmaq bacarığımızı formalaşdıra bilərik. Bu da bizim peşəkarlığımızı artırır. Bütün bu danışdıqlarıma nəticə verə bilərəm ki, ümumiyyətlə bütün bu mərhələlər, bütün bu proseslər, hər şey, ümumiyyətlə danışdığım hər şey bir-birinə sıx bağlıdır. Və biz bunları tək bacarıq kimi yox, bir sistem kimi öyrənməliyik. Çünki burada hər şey bir-birini tamamlayır. Məsələn, ünsiyyət bacarıqları komandada işləmə bacarıqlarını tamamlayır, fərqli mədəniyyətləri anlamaq, etibarlı olmağı tamamlayır və s. və ilaxır. Ən yaxşı tərəfi isə, ümumiyyətlə bu sıralamanlığın ən yaxşı tərəfi isə odur ki, bu bacarıqları inkişaf etdirmək üçün hər gün fürsət var. Fərqli insanlarla danışmaq, fikir mübadiləsi aparmaq, səhvlərdən öyrənmək və ən əsası müxtəlif layihələrlə çalışaraq təcrübə toplamaq və daha nələr. Yəni bunlar biz istədiyimiz vaxt bunları əldə edə bilərik. Yəni dediyim odur ki, bu uzun bir yol olsa da, hər kiçik addım sizin öz məqsədinə yaxınlaşmağınız üçün vacibdir. Və bütün bu proseslərin məqsədi həm yaxşı iş görməkdir, həm də özümüzü inkişaf etdirmək və karyerada rahat və uğurlu şəkildə irəliləməkdir. Əziz iştirakçılar, artıq bizim təlimimiz sona çatdı. Və ümid edirəm ki, hər biriniz bu təlimdən çox şey öyrəndiniz və mən təlimi burada qısa tutmağımın səbəbi də düşünürəm ki, sizin bu barədə suallarınız çox olacaq və mən sizin suallarınızı cavablandırmaq istəyirəm. Ona görə təlimi mümkün qədər qısa tutdum. Əgər əvvəldə dediyim kimi, kimisə sualı yaranıbsa, chat bölməsində verə bilər. Mən onları cavablandırmağa hazıram. Hansı ki, bir neçə sual görürəm. İngilis dilini daha yaxşı öyrənmək üçün hansı kitablar və hansı metodlardan istifadə edə bilərik? Deməli, bu sualı keçən təlimdə də vermişdilər. Mən deyə bilərəm ki, biz birinci ingilis dilimizi öz ingilis dilimizin inkişaf etdirmək istəyiriksə, birinci ingilis dili səviyyəmizi aydınlaşdırmalıyıq. Məsələn, biz B2 də ola bilərik, B1 də ola bilərik, A2 də ola bilərik və s. Və həmin səviyyəyə uyğun müxtəlif kitablar var, filmlər var, məsələn, müxtəlif podkastlər var, onları dinləyə bilərik, onlara qulaq asa bilərik, həmin kitabları oxuya bilərik. Yəni, ümumiyyətlə, ingilis dilimizi inkişaf etdirməyin başlıca məqsədi, yəni ən birinci yolu öz ingilis dil səviyyəmizin hansı yerdə olduğunu bilməyimizdir. Bundan sonra biz, məsələn, müxtəlif saytlar var ki, orada paylaşılır. Bu kitab A1 səviyyə üçündür, bu kitab və yaxud da B2 səviyyə üçündür və s. Metodlardan istifadə etmək, ümumiyyətlə, ingilis dilində inkişaf etdirməyin ən əsas yolu ingilis dilində danışmaqdır. Yəni, sadəcə kitab oxudum, mən kinoya baxdım, musiqiyə qulaq asdım. Yox, yəni davamlı olaraq danışmaqdır. Biz kitablarda oxuduğumuzu, filmlərdə baxdığımızı, öyrəndiyimiz sözləri real həyatda istifadə etməliyik ki, effektiv olsun. 4 şirkətlər üçün CV necə formata düzəltmək yaxşı olar? Ümumiyyətlə, CV-nin düzəlmə qaydası var və müxtəlif şirkətlər də dediyim kimi fərqli istiqamətləri və fərqli xüsusiyyətləri olduqları üçün həmin CV-lərdə müxtəlif cür hazırlanır. Və mən bu təlimdə dediyim kimi, belə deyim də, sadəcə olaraq bu təlimdə mən qısa şəkildə ümumi bütün CV-lər üçün necə CV hazırlanmalıdır, onu dedim. Müxtəlif şirkətlərin üçün hazırlanan CV-lərə baxmaq istəyirsə, dediyim kimi, həmin şirkətləri saytlarını ziyarət edə bilərik. Məsələn, onların orada tələbləri var, onları oxuya bilərik və s. Sağ olun, Nihat bəy. Mən ümid edirəm ki, təlimimiz hər biriniz üçün çox xoş oldu. Hansı beynəlxalq layihələri qoşula bilərik? Buna görə mən sizə bir neçə beynəlxalq layihə adı verə bilərəm. Məsələn, belə deyə bilərəm ki, hazırda mən LinkedIn-də bir təlimçinin və həmin beynəlxalq layihələrdə iştirak edən bir xanım vardı. Onun, belə deyim də, beynəlxalq layihəsinə baxmışdım. Onlar orada könüllülər, yəni könüllü ittifaqı təşkil edirdi və bu könüllü ittifaqı tamamilə onlayn idi. Və biz, belə deyim də, mən
Ora adımı yazdırmışdım və ora qoşulmaq istəyirdim. İndi bilmirəm mənə oradan cavab gələcək yoxsa yox. Və bu belə deyim də könüllülükdə ingilis dilində ümumiyyətlə ingilis dilində aparılırdı və biz ingilis dilində müxtəlif insanlara danışırdıq və s. Beynəlxalq layihələrin adları da tam olaraq yanımda qalmasa da biz ümumiyyətlə mən özüm də LinkedIn-də məsələn müxtəlif könüllülük layihələri var ki, ümumiyyətlə internetdə, yəni Google-da falan bütün süni intellektdə ümumiyyətlə biz beynəlxalq layihələr yazsaq, orada top səhifələrdə çıxır ki, hansı beynəlxalq layihələr ən yaxşıdır və biz hansıları seçə bilərik. Mən özüm çox beynəlxalq layihələrə qoşulmasam da, mən ən çox kurslara və daha çox belə deyim də ə, düşünürəm ki, test toplusunda öyrənmək üçün ə, yəni birinci biz yəni əgər sizin səviyyəniz A1-dirsə, ə, Cambridge və yaxud Oxfordun özünün kitabları var. Onlardan alıb biz öyrənə bilərik. Test toplusu 3. Test toplusu isə mən test toplusun yenə eynən Cambridge, yəni və Oxford. Yəni siz belə deyim də, hansı ingilis dilini hansı kitabdan öyrənirsinizsə, test toplusunda həmin kitabdan işləsəz, məncə daha məqsədə uyğun olur. Çünki siz məsələn Oxfordun öz öyrənmə kitabları var. Oradan oxuyub gəlib məsələn Nərgiz Nəcəfin test toplusu var. Oradan testləri işləsəz, arada fərqliliklər görə bilərsiniz. Çünki orada yazılan, orada öyrədilənlə oradakı suallar fərqli olacaq. Yəni hansını öyrəniriksə, hardan öyrənirsə, həmin test toplusuna müraciət etmək daha məqsədə uyğundur. Əgər iş təcrübəmiz yoxdursa, CV-də onu qeyd etsək problem olar. Bunun mənfi təsirini necə azaltmaq olar? İş təcrübəmiz olmasa belə, məsələn, mənim hal-hazırda mən müəllim olmadığım üçün, dediyim kimi hələ 3-cü kursda oxuyuram. Müəllim olmaq üçün mən liqi imtahan verməm lazımdır. Hal-hazırda bir iş təcrübəm olmadığı üçün müəllimliyə aid deyirəm, sırf müəllimliyə aid. Mən bunu CV-mdə qeyd etmirəm. Çünki niyə? Mənfi bir şeyi biz CV-mizdə niyə qeyd edirik? Bu, əlbəttə ki, qarşı tərəfə mənfi təsir edəcək. Bunun yerinə, məsələn, biz orada sertifikat hissəsi var. Sertifikatlarımızı qoya bilərik. Ümumiyyətlə, CV-də punktlar var. Məsələn, language, dil haqqında about hissəsi var. Hansı ki, ora qısa. Hal-hazırda sən, məsələn, nə iş görürsən və yaxud da ki, nə edirsən, onu yazırsan. Məsələn, tələbəsən, ya harada işləyirsən və yaxud da ki, harasa bir layihədə iştirak etmirsən və s. Bildiyin dilləri, məsələn, hansısa bir layihələrdə iştirakını, qazandığın sertifikatları və yaxud məsələn Duolingo və digər dil səviyyəni ölçən platformalar var. Həmin platformalarında qazandığın məsəl üçün belə deyim də, məsələn, ondan məsələn 9 alırsan, o səviyyəni onları da qoya bilərsiniz. Yəni CV-də mənfi belə deyim də şeylər qeyd etmək, mənfi təsirə yol açacaq olan belə deyim, məlumatları qeyd etmək effektiv olmaz. Bunun təsirini də necə azalda bilərik? Dediyim kimi, hələ gec deyil. Və ümumiyyətlə biz belə deyim də, hələ öyrənən nəsil olduğumuz üçün hələ gec deyil və biz müxtəlif dediyim kimi sertifikatlar əldə edə bilərik, təlimlərə qoşula bilərik və yaxud da ki, layihələrə qoşula bilərik və s. və ilaxır. Yəni ümumiyyətlə bunları çalışdığımız qədər artıraq. Yəni bizim iş təcrübəmizin olmamağı o demək deyil ki, bizə işə götürməyəcəklər və yaxud da bizi heç yana qəbul etməyəcəklər və s. Formula 1, Ayşə kimi könüllü fəaliyyətləri məsləhət görürəm. Mən də onları bu arada məsləhət görürəm. Ümumiyyətlə, çalışdığınız qədər könüllü fəaliyyətlərini qoşulsanız, sizin CV-niz məncə artırılmasına genişlənir. Suallarınız var, yoxsa? Siz sağ olun, Firuzə.
Əgər suallarınız yoxdursa, məncə yekunlaşdıra bilərik. Yenə də suallarınızı gözləyirəm. Mən təşəkkür edirəm. Ümid edirəm ki, təlimimiz maraqlı oldu. Dəyərli təlim iştirakçıları, həmçinin dəyərli tələbəmiz, təlimçimiz Məlik xanım, vaxtınıza ayırıb qoşulduğunuz üçün xüsusi təşəkkürlərimi bildirirəm. Bir daha bayramınızı təbrik edirəm və sertifikatla bağlı məlumat verim. Sertifikatlarımız iki dillidir. QR kod vasitəsilə təsdiq eləmək olur və siz bu sertifikatları, xüsusilə gördüyünüz kimi aktual bir mövzu ingilis dili, ingilis dili ilə bağlı bu sertifikatdan siz gələcəkdə işə qəbul prosesi zamanı, iş tapma prosesi zamanı CV-nizdə bir müsbət proses kimi qeyd edə bilərsiniz və tam rəsmidir, möhürlüdür. Əldə etmək üçün nömrə qeyd olunacaq qrupa 010 379 08 74 qrupada qeyd edəcəm. Ona müraciət edərək əldə edə bilərsiniz. Təkrar təşəkkür edirəm. Bayramınız mübarək olsun, gecəniz xeyrə qalsın. Sertifikatla bağlı nə sualınız olsa siz mənə yazın, mən köməklik edəcəm. Gecəniz xeyrə qalsın.